kodlama sistemi necə oturur bu beyində? Bu səsləndir, bu dalğa iləndir, bu tembrləndir. Yəni bu proses adamda necə oturur? Beyində necə yerini tapır? Nə üçün soruşuram? Hər dərman hər bədən üçün deyil. Bəli. Razı. Bəli. Hər kodlamada hər insan üçün deyil. Bəli. Doğru. Bu sizdə necə olur? Onu yaxşı dediniz ki, hər kodlama hər insan üçün deyil. Ki, onsuz da hazır olanlar və artıq onun beyninə gəlir o informasiya və yaxud da hardansa qabağına çıxır ki, kodlama var. İstəyi gələn onu onsuz da alır. İstəyi olmayan o gəlib o kodlamanı almayacaq. Və biz onu məcburi şəkildə, məsəl üçün və yaxud da toplu mesaj şəklində qətiyyən və əsla heç kəsə göndərmirik. Çünki hazır olan gəlsin. Kodlama necə işləyir? Kodlama sizin beyninizdəki neyronlar ki, birləşir, müəyyən bir tok yaradır, kainata göndərir. Bax, onu dəyişir. Əgər sən ata-anadan gələn kodlama sistemin varsa ki, mən qurbanam, mən dəyərsizəm, mən əzilmişəm, onlar gəlirsə, düzdürmü? Və səni bu narahat eləyirsə, sənə xidmət göstərmirsə və sən ondan qurtulmaq istəyirsənsə, bax, o zaman o kodlama, o qurbanlıq, o özgüvənsizlik, özünə dəyərsizlik kodunu dəyişir. Dəyişdiyi üçün də sən artıq sistemə, kainata fərqli bir mesaj göndərirsən. Fərqli mesaj göndərdiyin üçün də səni artıq